Bağışlanır, insanlar yenidən təmizlənirlər, insanlar behişdə getmək şansı qazanırlar, insanlar cəhənnəmdən xilas olurlar. Həqiqətən bu fərqli bir bayramdır. Xoş o insanların halına ki, bu günlərdən istifadə elədilər, xoş o insanların halına ki, bərəkətli, sözünüz qutardısa mən danışım. Aydan istifadə elədilər, ay bərəkətə mütəlləq idi. Xoş o insanların halına ki, əyləş söz yaxşı olar, orada danışma söz qapının ağzında yaxşı olar, o görüşənlər çıxıb bayırda görüşsə yaxşı olar, orada səs salmasalar münasib olar. Qapını bağlamayın ki, onları çölə çıxardın. Niyə qapını bağlıyorsunuz? Boğulsun bu millət. Qapını bağlıyorsunuz ki, rahat səs salasınız. İslamın ən böyük dəyərli bayramlarındandır. Həqiqətən, xoş əhlinin halına ki, istifadə elədilər, oruç tutdular, gecələrindən, günüzlərindən istifadə elədilər, Quranlar xətm elədilər. Baxın, İmam Sadiq əleyhissalam ki, buyururdu, hər bir ayəyə bir dənə xətmin savabı daha bitdi. İndi bir xətm eləmək üçün günlər, bəlkə də həftələr lazımdır. Amma sadəcə Bismillahirrahmanirrahim deməklə insan bir xətmin savabına nail olurdu. Qul huvallahu əhəd, insan bir xətmin savabına nail olurdu. Allahus səməd, 2 xətm. Ləm yəlid və ləm yulad. Baxın, nə qədər hər bir ayədə bir dənə xətmin savabı var idi. Hətta hədisdə var, Ramazan ayında Quran oxunanda tək-tək hərflərinin savabı ayrı idi. Bunlar təəssüf olsun ki, hamısı getdi. Düzdür, gözəl bayramdır. Eyni zamanda da təəssüflənən tərəflərimiz var ki, belə bir neymət əlimizdən getdi. Düzdür, biz sevinirik, həmişə bizə xoşdur. Hətta bəzən mübarək Ramazan ayı bu ilki kimi 30 gündən olanda bəziləri narahat olur ki, ayda bu niyə qutarmadı? Amma məsumlar əleyhimussalam tez qutaranda narahat olarlarmış. Və fərq eləməz, 29 gün ola ya 30 gün ola, həmişə deyirlər, mübarək ayın sonu çatanda məsumlar oturub ağlayarlarmış, onların qəm günüymiş, onların narahat eləyən bir vaxtıymış ki, belə bir rəhmət əlimizdən çıxdı. Elə bir rəhmət ki, biz onun qədrin bilə bilmədik olduğu kimi. Elə bir rəhmət ki, həqiqətən başqa bir vaxtda adamın əlinə düşmür. Elə bir rəhmət ki, qısası budur, həqiqətən bilmədiyinədir. Allah elə bir dənə rəhmətlə bəndələrini bu ayda əhatə eləmişdi ki, həqiqətən digər vaxtlarda belə bir fürsət, belə bir şans yoxdur. Amma hər halda şükürlər olsun Allaha. Şükürlər olsun Allaha ki, bu neyməti bizdən əsirgəmədi. Şükürlər olsun Allaha ki, bizi bu bayrama qədər yaşatdı. Mübarək ayın günlərini bizə ruzə elədi. Mübarək ayın orucunu bizə ruzə elədi. Nə qədər ömrümüz var, Allah bizi bu ayın oruç tutanlarından qərar versin. Amin. Ömrümüzə nə qədər mübarək ay yazıbsa, Qədr gecələrinin feyzindən bizi bibəhrə eləməsin. Amin. Şükürlər olsun Allaha, təqdir o təşəkkürə layiqdir. Möminlərin göstərdikləri səylər, möminlərin atdığı addımlar, o iftarlar ki, neçə ildir Allahın inayəti ilə və möminlərin vasitəçiliyi ilə baş tutur, özü çox böyük bir şeydir. Hər gün möminlərin bir yerə yığışması, hər gün möminlərin bir yerdə iftar eləməsi. Düzdür, bəzi tənbəllərimiz də var, bəzi səhlənkarlarımız da var. Amma yapışana bərəkət. Hər halda bu böyük bir məsələdir, böyük bir göstəricidir. Bugünkü bayram namazı böyük bir göstəricidir, böyük bir inayətdir Allah tərəfindən. Allahın bir dənə lütfüdür ki, bir belə insan çiyin-çiyinə gəlib bayram namazı qılır. Allahın bir dənə inayətidir ki, bir belə insan çiyin-çiyinə bugün bayramlarını bir-biri üçün təbrik olsun və mübarək olsunla qarşılayıb bir-birinə ərz eləyirlər. Bu həqiqətən əlçatmaz bir dənə neymətdir və maddiyyatın üstündə qurulmayan bir dənə neymətdir.
Bu ancaq Allahın inayəti ilə, Allahın mənəvi fəzası ilə, Allahın rəhməti ilə, Allahın bəndələr arasında qoyduğu ülfətlə başa gələ bilər, ortaya gələ bilər. Allah-u Teala Quranda buyurur ki, ailələr arasında mən ülfət yaradıram. Təbii ki, möminlər də bir ailədirlər, möminlər də bir ailənin üzvləridirlər. Hətta Allah buyurur, möminlər bir-birinə bacı qardaşdırlar. İnnəməl müminunə ixvətun. Həqiqətən bu qardaşlığı bizə Allah verib. Burada olan yeganə barmaq sayı müəyyən insanlar var ki, elə ata bir, ana bir qardaş olsunlar. İstisnai bir neçə nəfərdir bu cür qalan, amma həqiqətən də bəlkə də o qardaşlardan irəli getməsə də ən azından dalaqalan səviyyədə olmayan bir mehribançılığa malikdir. Hamısı bir-birinə can deyir, can eşidir. Bunlar hamısı Allahın inayətidir. Bunlar hamısı Allahın bizə verdiyi bir dənə neymətdir ki, Allah həqiqətən bir belə insanı götürüb bir-birinə qardaş eləyib. Və şükürlər olsun Allahın inayətinə. Allah Həzrəti Zəhraya xatir bunu əlimizdən almasın ki, inşallah sizin bu qardaşlığınız, sizin bu addımlarınız, sizin bu təşəbbüsləriniz həqiqətən təqdirə layiqdir, həqiqətən səs salıb, həqiqətən sevindirici bir haldır. Amma bizim öhdəmizə düşən bundan qürurlanmamaqdır, bundan arxayın olmamaqdır, bundan heç də başqa cür istifadə eləməməkdir, bundan layiqincə şükrü yerində olaraq istifadə eləmək lazımdır, bunun qədrini bilmək lazımdır. Çünki bu cür ictima, bu cür cəmiyyət, bu cür birlik hər deyəndə ələ düşmür. Hər deyəndə insanın əlinə keçmir. Hər deyəndə nəsib olmur. Şükürlər olsun Allaha. Bu sizin uzaq görənliyinizdir. Həzrət Rəsulullah ki, Əbu Zərə nəsihətlərində buyurdu ki, Əbu Zər, mömin dirbaş olar, mömin ayıq olar, mömin bizim dildə desək mağmun olmaz, mömin avam olmaz, mömin əfəl olmaz, mömin allanmaz. O xüsusiyyətlərin sizdə olmaması və birinci xüsusiyyətlərin olmasıdır ki, digər şər qüvvələr, digər pis qüvvələr, digər gözü götürməyən qüvvələr bu cəmiyyətə girə bilməyiblər, girə də bilməyəcəklər inşallah Allahın inayəti ilə. Biz Allah deyənlərin tərəfindəyik, Allahın düşmənlərinin qabağındayıq. Hər kim bundan sonra da bu cəmiyyətə qulluq eləyəcək, köməklik göstərəcək, dəstək olacaq, canına duacıyıq. Yox, əksi olacaq, belə yenə canına bəlacıyıq. Allah bəlalarını versin inşallah. Təbii ki, bunlar hamısı bir dənə inayətdir, başlıca bunların şükrü zat-ı əqdəs-i ilahiyyədir və bizim bir yerə toplaşmağımız həqiqətən bizim dəyərimizi bir yerə çıxardır. Bir cəmiyyətin bir yerə toplaşması bu cəmiyyətin dəyərini ortaya çıxardır. Görsən, bir evin içində bəzən bir kişinin 2 dənə oğlu olur, 2 qardaş, 3 qardaş, hər nəsə, münasibətləri normal olmayanda deyirlər ki, bunlar necə qardaşlar, bir araya gələ bilmirlər. Bəzən bir evin içində bir ailəni bir araya gətirmək olmur. Bəzən 2 dənə övladı, valideyn, 2 dənə valideyn, 2 dənə uşağı bir araya gətirə bilmir. Bir belə insanın bir yerə toplaşması təbii ki, Allahın bir dənə neymətidir, təbii ki, Allahın bir dənə inayətidir. Bunlar maddiyyatla olan məsələ deyil, şəxslərin gücü ilə, fiziki güclə olan məsələ deyil. Allahın inayət və rəhməti başlıca səbəbdir. Ondan sonra möminlərin möminliyi, səmimiyyəti, o qardaşlıq göstərmələri, mehribanlıq göstərmələri, bunlar hamısı möminlərin Allah tərəfindən verilən ən böyük neymətlərindəndir. Və təbii ki, hər kim bu iş üçün addım atırsa, öz dəyərini üzə çıxardır. Bu cəmiyyətin bir yerdə olması, bu cəmiyyətin dəyərli olmasını bildirir. Çox təəssüf, mən təəssüflə və narahat edici halda sizə də deyirəm ki, bir çox yerlər var, bir çox məntəqələr var ki, möminləri var, qardaşların sayı çoxdur, amma bir araya gələ bilmirlər. Bir yerdə çiyin-çiyinə dayana bilmirlər. Hətta bəzi yerlər var, yüzlərlə, minlərlə namaz qılanı var, cümə günündə 5 nəfər, 6 nəfər adam məscidə gəlir. Bu çox narahat edici bir şeydir, bu çox təəssüfləndirici bir şeydir. Amma Allah sizdən razı olsun ki, belə bir gözəl günlərdə, istər cümələrdə, istər mübarək ayın iftarlarında, istər qədir gecələrində, istər bayram namazlarında, istər digər tədbirlərdə, mövludlarda, şəhadətlərdə Allah inayət eləyib ki, biri araya gələ bilirik, bir-birimizlə üz-üzə gələ bilirik və bir-birimizlə üz-üzə gəlməmək üçün bir səbəb yoxdur. Əksinə hamısı can atır bir yerdə olsun, əksinə hamısı çalışır bir yerdə olsun. Bunlar çox böyük bir göstəricidir və bu cəmiyyətin dəyərini çatdırır. Eyni zamanda Allahın bəyəndiyi bir məsələdir. Eyni zamanda
Allahın dəyər verdiyi bir məsələdir. Çünki Allah Müteal Qur'anda insanların toplaşmasın, bir yerdə olmasın, parçalanmamasın və təfriqəyə yol verməməsini tələb eləyir. Və'təsimu bihablillahi cəmiən və la təfərrəqu ayələrin birində buyurur ki, hamılıqca Allahın ipindən yapışın və dağılmayın. Başqa bir yerdə buyurur, çünki siz qardaşsınız, innəməl mu'minunə ixvətun. Qardaş bir-birinə düşmən olmaz, qardaş bir-birinə arxadayaq olar, qardaş bir-birinə yardımcı olar, qardaş bir-birinə köməkçi olar. Bunlar hamısı bu günləri bir yerə toplaşmaq ayələrin zahiri təcəssümüdür, ayələrin göstəricisidir və bayramın günündə istəyirik buna da şəhadət verək ki, Allah bu ayəvədə inayət elədin, güc verdin, tövfiq verdin, bərəkət verdin, rəhmətvi şamil elədin, əməl eləyə bildik ki, möminlərlə bir araya gəldik, möminlərdən qaçmadıq, möminlərlə qardaşlıq münasibətini tezələməyə gəldik. Çünki bayram əhdlərin və peymanların tezələnməsi üçün yaxşı bir vasitədir. Bayram beyətlərin tezələnməsi üçün yaxşı bir vasitədir. Öz möminlərimizlə qardaşlığımızı elan edirik. İmamətimizin qabağında, Həzrət Məhdi əleyhissalamın qabağında beyətimizi elan edirik ki, ağa biz sənin beyətindəyik, sənin yolunu gözləyirik. Düzdür, mən öz adımdan deyirəm, buna bir zərrə ləyaqətim olmasa da, amma belə bir gözəl gündə Allahdan buna ləyaqət istəyirəm, Allahdan buna tövfiq istəyirəm, Allahdan buna güc istəyirəm ki, ən azından ağanı gözləyənlərin arxasında dayanmağa Allah bizə nəsib eləsin. Və bu insanların bir yerə yığışması, möminlərin bir yerə toplaşması, bu cəmiyyətin xüsusi günlərdə bir yerdə olması həqiqətən çox təqdirə layiq bir haldır və həqiqətən bunu Həzrəti Peyğəmbər və digər məsumlarımız həmişə dəstəkləyiblər. Bir yerdə olun və bir olun məsələsi. Bəzən bir yerdə olmağın elə də faydası olmur. Bir yerdə olmaq ki, ixtilaf yaradacaq, bir yerdə olmaq ki, düşmənçilik yaradacaq, bir yerdə olmaq ki, narazıçılığa səbəb olacaq, o bir yerdə olmağın faydası yoxdur. Həzrət Peyğəmbər buyurur, bir yerdə olun. Amma elə formada olun ki, qəlbləriniz bir-birinə yaxın olsun. Elə formada olun ki, heç kim sizin dilinizdən zərər çəkməsin. Heç kim sizin dilinizdən inciməsin. Elə bir yerdə olun ki, bir-birinizə əmanət verməyə arxayın olun. Elə bir yerdə olun ki, bir-birinizə xəyanət eləməyin. Bir-birinizin əmanətlərinə xəyanət eləməyin. Elə bir yerdə olun ki, bir-birinizə kömək olun, arxa olun, dayaq olun. Elə bir yerdə olun ki, bir-birinizə ziyan verməyin. Elə bir yerdə olun ki, bir-birinizi yıxmayın. Bir-biriniz yıxılanda arxası dayağı olun. Ondan sonra Həzrət Peyğəmbər buyurur, əgər bir mömin müsəlmanlara dəyər verməyə, bu birliyə dəyər verməyə, bu neymətlərin qədrini bilməyə, bu birliyin yaşaması üçün əlindən gələni eləməyə və bir dənə müsəlmanın arxasıca pis fikirdə ola, yatıb durduğu halda daimən Allahın qəzəb mərkəzindədir. Yatanda da Allah ona qəzəb eləyər, duranda da Allah ona qəzəb eləyər. Ora qədər ki, tövbə eləsin. Tövbə eləyəndən sonra ki, Allah, mən yenə də bu cəmiyyətlənəm, bu millətlənəm, bu xalqlənəm, bu vəhdətlənəm, ondan sonra Peyğəmbər buyurur, Allah onu bağışlayar. Ora qədər ki, mömin tövbə eləməyib və möminlərin barəsində pis fikirdədir, möminlərin barəsində əyri fikirdədir, müsəlmanların barəsində düz düşünmür, Peyğəmbər buyurur, onun bütün halları, ayıqlıq halı da, yuxu halı da Allahın qəzəbi ilə keçər. Allah daimən o bəndəsinə nifrət eləyər. Ora qədər ki, Allahdan üzr istəsin və möminlərdən halallıq alaraq möminlərlə bir yerdə olsun. İmam Sadiq əleyhissalam buyurur, hər kim rəftarında cəmaata zülm eləməyə, danışanda onları aldatmaya, yalan danışmaya, verdiyi sözlərin əleyhinə çıxmaya, onların dalıca danışmaya təqdirə layiqdir ki, bu kişiyə biz ədalətli deyək. Baxın, İmam Sadiq əleyhissalam buyurur, təqdirə layiqdir ki, bu kişiyə biz ədalətli, mürüvvətli və kamil insan deyək. Artıq deyir, bu insanın canı, malı, namusu, hər şeyi bizi üçün qorunması, öz canımız, malımız, namusumuz kimi vacibdir. Bir nəfər, əgər cəmiyyətlə normal davrana bilirsə, təbii ki, bir nəfər bir cəmiyyətlə yola gedə bilmirsə, onda o nəfərdə problem var. Cəmiyyətin hamısı bəzən xarab ola bilməz.
Bir nəfər 1000 dənə mömindən, 100 dənə mömindən, 500 dənə mömindən yola getmirsə, onda problem məndədir. 500 dənə mömində problem ola bilməz. 500 dənə insanı mən yaxşı olmaq üçün ya özümə bəraət vermək üçün, öz apravdaniyama görə mən heç kimə birdən-birə 500 nəfəri təqbih eləyənmərəm. Deyənmərəm, bunlar pisdilər, yaramırlar. Nəuzubillah. Deməli, 500 nəfər bir xəttidə, bir nəfər bir xəttidədirsə, bu bir nəfər 500 nəfərə uyğunlaşmalıdır. 500 nəfərin dalıcan getməlidir. Həmişə dünyanın fəsadları bundan irələ gəlib ki, bəzi insanlar bütün cəmiyyəti özləri əyri olduqları halda dallarıcan çəkməyə çalışıblar. Pis yollara çəkməyə çalışıblar. Mənfi xüsusiyyətləri aşlamağa çalışıblar. Ona görə çalışmaq lazımdır ki, həqiqətən bir-birimizlə davranışda bir-birimizin qədrini bilək. Həqiqətən bu neyməti dəyərləndirək. Və bu deyilən hədislərdə ki, bir-birimizi incitməyək, dilimizdən, əməlimizdən, sözümüzdən, rəftarımızdan, davranışımızdan heç kim narahat olmasa, bizim ən böyük qazancımız budur. İmam Sadiq əleyhissalam buyurur, bu kişiyə ədalətdir və mən kamil deyirəm. Deməli, insan kamilləşib. Deməli, əksində də, əgər bir nəfər cəmiyyətlə yola gedə bilmirsə, onda o insan hələ naqisdir. Həzrət Peyğəmbərdən bir dənə hədis var. Buyurur, Allah vacibatı mənə tapşırdığı qədər insanlarla davranmağı mənə tapşırdı. Mudaradan çox deyir, Allah mənə heç tapşırmadı vacibatdan sonra. Vacibat öz yerində. Vacibatdan sonra həmişə Cəbrail əleyhissalam mənə bunu dedi. Allah deyir, cəmaatı yola ver, amma cəmaatı incitmə. Belə loru dildə deyirəm mən. Cəmaatla davranıb yola getmək, Peyğəmbər buyurur, mənim önəmli vəzifələrimdən biridir. Peyğəmbərimizin vəzifəsidirsə, biz də onun davamçısı olaraq hər birimizin önəmli vəzifəsi olmalıdır. Ailə ilə, övladla, qonşu ilə, qohumla, olduğumuz, oturduğumuz, durduğumuz cəmiyyətlə normal qaydada yola getməyi bacaraq. Təbii ki, bizim birləşməyimiz zəruri bir məsələdir. Bizim bir yerdə olmağımız zəruri bir məsələdir. Çünki bu birlik, bu bir yerdə olmaqlığın həm mənəvi xeyirləri var, həm maddi xeyirləri var. Mənəvi xeyirləri məlum ki, bunlar həqiqətən Allahı sevindirən bir işlərdirlər. Bunlar mən istəyirəm qısa eləyim, çox vaxtımızı almayayım və bəzi hədisləri oxumuram. Həqiqətən bu işlər məsumları sevindirən bir haldılar. İmam Zaman əleyhissalamı bugün %100 sevindirən və xoş eləyən bir dənə məsələdir ki, möminlər hamısı bir məqsədə qulluq eləsin, möminlər hamısı bir yerdə olsun, möminlər öz dəyərlərini birləşməklə üzə çıxartsınlar. Çünki tək olanda bir çox zərərləri və fəsadları olur. O cümlədən maddi tərəfləri də var möminlərin bir yerdə olmağının. Bugün göstərdiyimiz təşəbbüs və bütün yerlərdə göstərilən təşəbbüs ki var möminlər tərəfindən, mən ona istəyirəm bir-iki dənə hədis deyim, 5 dəqiqəyə tamamlayaq inşallah. İbn Abbas deyir, bir gün İmam Həsən əleyhissalamla Kəbədə etikafdaydı. Bilirsiniz, etikaf bizim müstəhəb əməllərimizdən biridir. Deyir, Kəbədə etikafdaydım. Ağa da Kəbənin ətrafında müstəhəb təvaflarla məşğul idi. Bir nəfər gəldi, yaxınlaşdı ona, dedi ki, ağa, mənim borcum var, olar mənim borcumu ödəyəsən? Ağa buyurdu ki, and ola bu Kəbənin Allahına, sənə verməyə indi mənim bir şeyim yoxdur. Başqa vaxt olar eləyim. Buyur, dedi, ərz elədi ki, ağacan, yox, o borc yiyəsi məni hədəliyir, hətta məni məhkəməyə verib həbs elətdirmək istəyir. Onda olar ki, ya sən ona zamin durasan, sonra sən ona ödəyəsən. İbn Abbas deyir, gördüm ki, İmam Həsən əleyhissalam təvafın saxladı və Məscid-ül Həramdan xaric olub gedir. Dedim ki, ağa, sən etikaf halındasan, etikafda məsciddən çıxmaq olmaz. Hara gedirsən? İmam Həsən əleyhissalam deyir, buyurdu ki, mən atam Əmir-əl-Müminin əleyhissalamdan eşitdim ki, deyirdi ki, Peyğəmbər belə buyururdu ki, hər kim bir dənə mömin qardaşının ehtiyacını ödəsə, 9 il günüzləri oruç tutaraq, gecələri səhərəcən ibadət eləyənin savabına malikdir. Bu bir dənə müstəhəb əməldir, mən tərk elədim, gedirəm. Amma burada olan savab Kəbənin təvafında da yoxdur. Peyğəmbər deyir, kim bir dənə mömin qardaşının ehtiyacını aradan aparsa, elə bil 9 il hər gün günüzləri oruç tutub,
gecələri də səhərəcən gecə namazı və ibadətlə keçirdi. Baxın, o fitrə ki var, belə hesablayanda adam başı böyük bir məbləğ deyil. 1 manat, 1 manat 20 qəpik. Bugünkü qiymətlə deyirəm mən. Amma nəticədə ki, onlar üst-üstə gəlir bir 20 dənə, 30 dənə mömin ailəsi sevinir. Bu çox gözəl bir şeydir. Bu sevindirici bir haldır. Bu çox dəyərli bir şeydir. Və bunu bilin ki, o fitrə vacib olmasına rağmen o ailəni sevindirdikdə mübarək ayın ibadətindən heç də savabı və əcri az deyil və aşağı deyil. İmam Baqir əleyhissalam buyurur ki, bir dənə həcci yerinə yetirmək mənim yanımda, baxın həccin savabına, deyir, bir dəfə həcc eləyib Kəbəni təvaf eləmək mənim yanımda 10 dənə, sonra buyurur, yox, 70 dənə qulu azad eləməkdən üstündür. Bir dəfə mən Kəbəni ziyarət eləyirəmsə, mənim yanımda bu daha sevimlidir, 70 dənə qulu azad eləməkdən. Ondan sonra buyurur ki, bir dənə ehtiyaclı müminin ehtiyacını həll eləmək isə mənim yanımda sevimlidir, 70 dənə həccin savabından. Baxın, bir dənə həcc, 70 dənə qulu azad eləməyin savabından İmam Baqir ağa buyurur, üstündür. Bir dənə müminin ehtiyacın aradan aparmaq. Hətta buyurur, bir dənə möminə bir dənə köynək geyindirmək mənim yanımda 70 dənə həccin savabından üstündür. Baxın, o maddi tərəfində böyük təsiri var. Maddiyyat həmişə sülh yaradır. Maddiyyat keçən gecələrdə mübarək ayın söhbətlərində olmuşdu. Maddiyyatın bir sülhsevər tərəfləri var. Düzdür, qan da salır, nifaq da salır, fəsad da salır. Amma bir sülh tərəfi də var. Məhəbbət, mehribançılıq yaradan tərəfi də var. Baxın, adi uşaq belə olsa ki, ağlı hələ kamil işləmir, evlərinə gələndə ona pul verən dayına əmini o birilərdən çox istəyir. Bu, bunun sülh tərəfləridir, onun yaxşı tərəfləri də var. İmam Baqir əleyhissalam da buyurur ki, bir müminin ehtiyacını həll eləmək mənim yanımda 70 həccin savabından çoxdur. Həzrəti Peyğəmbər buyurur ki, hər kim bir dənə müminin dünya hacətin, maddi hacətdən gedir söhbət. Dünya hacətin, bir dünya problemini həll eləmək üçün bir dənə addım ata, Allah öz dərgahında o müminin adına bir dənə səhifə açar. Deyər ki, bu insanıma cəhənnəmimi haram elədin. Bir dənə addım ata gedə, bir dənə möminə kömək edə. Bir dənə möminin problemini həll eləyə. Bir dənə möminin dalıcan gedə. Ki, bütün işlərimizdə bu cür olmalıyıq. Əl-ələ verməliyik. İstəyir maddi işlərimizdə, istəyir mənəvi işlərimizdə. Düzdür, maddi tərəfi deməyə adam qorxur. Borcalanlar borcu qaytarmır, sonra vasitəçilər də üzü qara qalırlar. Amma hər halda bir cür eləyək ki, o yalançılıq da əmələ gəlməsin, söz verib allatmaq da əmələ gəlməsin, verilən vədələrə də xilaf çıxılmasın. Elə həm maddi, həm mənəvi bir-birimizə dəstək olaq və bu birliyin, bu dəyərin qədrini inşallah bilək. Allahın verək öz Allahlığına xatir bizi bu neymətlərdən məhrum eləməsin. Amin. Allahın verək öz Allahlığına xatir bizi bütün neymətlərinə şükür eləyənlərdən eləsin. Amin. Allahın verək öz Allahlığına xatir bizi bu günün əliboşlarından eləməsin. Amin. Allahın verək öz Allahlığına xatir bir ay orucdan sonraki Allah ziyafətində Allahın süfrəsinin kənarındayıq, o süfrədən dadmayanlardan eləməsin. Amin. Amin deyən dillərin duasını qəbul eləsin. Amin. İmam Zaman ağanın zuhurun təcil eləsin. Amin. İmam Zaman ağanın zuhurun təcil eləsin. Amin. İmam Zaman ağanın zuhurun təcil eləsin. Amin. Sayəsində rəhbər müəzzəmi hifz eləsin. Amin. Dualarımızı qəbul eləsin. Amin. Hacətlərimizi rəva eləsin. Amin. Müşkülatımızı həll eləsin. Amin. Xəstələrimizə şəfa versin. Amin. Dünyadan köçənlərimizi qəriq-i rəhməti eləsin. Amin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.